Onlar biz uzun müddettir meydanlarda ve hesab edirəm ki, Azərbaycan Xalq Cəbhəsinin nizamnamə proqramında nəzərdə tutulduğu kimi, Azərbaycan Xalq Cəbhəsi princip etibarilə hər hansı bir məsələni həll edəndə, hər hansı bir məsələyə müdaxilə edəndə və müdaxiləsinə başlayanda, Azərbaycan xalqının belə şəriətinin rəyi ilə mütləq tanış olurlar, bundan sonra tüfəklər bakır. Bəlkə də zahirən elə gələ bilərdi ki, Tələn Dələsi təcili surətdə bir mitingin çağırılması biraz qeyri-adi görünür. Lakin bugün Azərbaycan xalqı elə bir dövrü yaşayır ki, onun ziyanlıları düşünməyə, bir adım atmağa, milletin millet kimi formalaşmasına ve birliğini elde olunmakta bir etmez var. Tersler olsun ki biz meydanlarda yırımdanlarımızda, fermanlarımızda hemşe kadın birliğine döne danışmışık ve bu ifadeler Azerbaycan'a rəhbər dairelerinden de seslenir. Çok tersler olsun ki anıla gelende bir şey söylemiş ki halklara da hiç böyle Prispin'e Azerbaycan farkını bir petrole bölen Mahsıvan'ın yarattığı kap, Kremli'den tutmuş ordulardan Kırmızı kavşaklarına kadar gitmekte devam edip ve biz ne kadar istesek de, ne kadar desek de, ne kadar bırakılan İştah Azerbaycan kandidatlarında o birliğe nail edebilmedik. Azerbaycan rehberliği özünü çok uğursuz siyasi adımlar atmakta devam ediyor. Azerbaycan halkının sabahıyla alakadar, kahveyle alakadar olan bütün adımlar kabinetlerde bir sete rapor iştirakçıyla hallolunur. Bazen kuraklaştırılır. Azerbaycan halkının tarihine onu göre ödülü yazılır ve bundan sonra Azerbaycan halkına rayı yani. Tertip doğrultuları olsa da bu vəziyyət Azərbaycanın müxtəlif yerlərində, əyalətlərdə, yerlərdə və o cümlədən ordunun özündə də tatbik olunur. Ve biz uzun müddet çalışmakla bu işi kirliliği aradan kaldırabildik ve bugün de bunun çok takdir olduğu bir daha anlaşıldı. Yazılan olsun ki Azerbaycan halkının sıralı evlatlarını, vatandaşlar evlatlarını, muhtarı bəkiləri adamlar öz əllərində ötbütlərini ve ambisiyalarını hayata getirmek için ağlak etmekte devam edirlər. Belə çatınanlarda Azerbaycan xalqını tarihlərin etməkdə, Azerbaycan xalqı içindən dölə çıxan, bugün yüzlərinin böyük tərət həbslərdə yatan, repressiyalara məruz qalan Azerbaycan alt təbəssinin özünə isə Kürtləri informasiya vasitələri təbliğat aparmaq imkanı tamamilə məhdud bir vəziyyətə salınır. Azerbaycan alt təbəssinin üzvləri öz fikirlərini ifadə etmək üçün elə bir yer, elə bir imkan tapa bilmirlər. Ve ona göre de bugün Azerbaycan halkının önder bir taşınatı olan Azerbaycan Xalq Cəbhəsi yine de dört meydan təzahürat partilerinin yanakları olur, dört hükümlerini halkla beraber meydanda görüşmeye başlıyor. Bugün mitingin toplaşmasında bir neçə prinsipal məsələyə tapılmaq istedik. Onlardan birincisi getirilmiş olan artık referanduma aittir. Ömer Ağlı'nın malumata göre Naxçıvan Muhtar Respublikası'nda bazı qüvvələr tərəfindən Naxçıvan Vilayet Paytaxt Komitesi ve onun yerlerde olan bölgeleri tarafından törədilmiş qanunsuz referandum oyunlandığına bakmayarak İzmir'de gazetede böyle fikir diyorduk ki BSR'de iki muhtar Respublika cümleden Naxçıvan Muhtar referandumda iştirak etmekler. Mahiyet etibariyle referandum kavga lazım olan bir siyasi aksiyadı. Başka Azerbaycan özünün milli lisanı sürümünü yaşadığı bir dönemde özünün devlet lisansı dönemini yaşadığı bir dönemde onun başka Paris'e ülkelere referandumla girmesi ne derece düzgündür.
Və çox təəssüflər olsun ki, biz bu günləri bir neçə müddət əvvəl Azərbaycan Ali Sovetində o şərəfsiz Azərbaycan Ali Sovetinin manlamasında bilirsiniz ki, orada böyük əksəriyyəti qeyri-qanuni surətdə seçilmiş komünist deputatlardan ibarətdir. Orada dəfələrlə biz etiraz etdik və bildirdik ki, Azərbaycan xalqı artıq xalqların da ayağa durub xatirələri qad etdiyi Məmməd Əmir Atılzadənin başçılıq etdiyi Azərbaycan Demokratik Cümhuriyyətini qaldırmış, Azərbaycan Demokratik Cümhuriyyətini tanımış, onun prinsiplərini qəbul etmiş və Azərbaycan dövlətçiliyində bir addım atmışdır. Əgər bu belə idisə, Azərbaycan Demokratik Cümhuriyyəti 20-ci illərə qədər heç bir ifadə tərkibində deyildi və heç bir dövlətin qanunları Azərbaycan ərazisində tətbiq oluna bilməzdi. Bu aksiyonadır, bunu sübut etməyə ehtiyac yox idi. Və nazimə qopun ki, referendum məsələsinin nəticə etibarıyla parlamentoda hansı yolla, hansı prinsiplə əmələ gəldiyi, nəticələndiyini siz bilirsiniz. Orada haqq qarşısında qalan məntiqə qarşı getmələrlə kommunist hesablar birinci, ikinci gündə referendumun tamamının əleyhinə olduqları halda sonradan ayaqlıqlarlıq olmuş şəxsi kömək istəmək söhbətindən sonra öz fikirlərin dəyişilər və Kürdistan müqaviləsindən, düşmənsel müqaviləsindən 20-ci ilin Azərbaycan işğalından sonra çox böyük milli xəyanətə yol verirlər. Mahiyyət etibarilə referendum nə olduğunu sizin hamınız çox yaxşı bilirsiniz. Məndən biraz əvvəl yoldaşlarının təkidi ilə Naqduraq Ali məclisində söylədiyim referenduma münasibət məsələsini bir daha burada açıqlamaq istəyirəm. Referendum Azərbaycan xalqı üçün Vasilmədən ittifaq tərkibində körə haqlar üçün elə bir oyun idi ki, bu oyunun referendum oyununun keçirilməsi dünyada 4 qüvvə üçün maraqlı idi. Birinci qüvvə dünyanın diktator qüvvələri idi ki, dünyanın diktator qüvvələri maraqlanırdılar ki, SSR tərkibində gedən referendum oyununda xalqın rəy soyuqsunu görsünlər və görsünlər ki, hansı xalq bu bayındırığa qıldı çözümlük edir, hansı xalqın parlaması bu boyundurğa getməyə cəlatır, hansı xalq isə boyundurqdan çıxmağa müstəqildirdə kim yaşamağa cəlatır. Bunu müəyyən etməyə çalışan diktator siyasi qüvvələr dünyanın hər 50-70 ildən bir təzələnən siyasi xəritəsində haqların yerini müəyyən etmək üçün özlərinin böyük müharibələr, böyük soğuk müharibələr planlarında bulunacaq olmağa çalışırdılar. Yansıma lazım ki, Azərbaycan parlamentinin belə uğursuz bir addını Azərbaycan xalqının iradəsini ifadə etməsə də, dünyanın diktator ictimai xainlərinə, dünyanın diktator ictimaiyyətinə bir daha bildirdilər ki, Azərbaycan xalqı hələ boyunluqda yaşamaq istəyir və bundan sonra Azərbaycan xalqının müqəddəratı və tarihi, Azərbaycanın tarihinin həll olunması, onun müstəqil hali həll olunma prinsipilə deyil, hansısa hökumətin, hansısa dövlətin boyunluqlar arasında həll olunması ilə nəticələnməlidir. İkinci tərəf dünyanın demokratik qurumlarıdır ki, dünya demokratik hərəkatında biri-birindən asılı olan, biri-birini tanımlayan milli azadlıq hərəkatlarında siyasi hilayə qazanan, biri-birinə kömək edən milli azadlıq hərəkatları gedən ölkələr Azərbaycana və digər kölə xalqlara baxaraqdan bildilər ki, onlar kimləri siyasi himayə eləməlidirlər və gələcəkdə onları kimlər siyasi himayə vermişlər. Çünki dünyada siyasi himayə bir prinsiplərində qurulur, öz düşməninin zərərini və ettiğində prinsipizdir. Bugün Azərbaycan xalqının referenduma getməsi, dünya ictimaiyyətində milli azadlıq hərəkatına məşğul olan, bugün bu hərəkatla mübarizə aparan bütün xalqların bir daha nəzərinə tapdırıldı ki, çox uğursuz bir dəm kimi nəzərlərinə tapdırıldı ki, Azərbaycan xalqı hələ də boyunduru haqları və onları demokratik surətdə himayə etməyə dəlbər. Üçüncü tərəf və tutarlı tərəf Moskva və bugün onun başında dayanan Qorbachevdir ki, Qorbachev öz peyrinə referendumun keçirilməsinə nail olurdu. Bilirsiniz ki, son SSR Ak Deputatları qurultayına qədər SSR arasında totalitar bir rejim hökm sürürdü. Bu totalitar rejimden prezident alayetleri olan Gorbaçov yeni bir rejime, avtoritar rejime geçti. Avtoritar rejimde kısmen islahatlar yapanlarla değişken dünyasını Amerikanı ve Şərq ölkələrinin arxasında dayanmağa siyasi himayə olmasına dəl dönəmişdir. Və dünyada demokratik qüvvələr onun bir üzünü görürdülər.
Lakin ikincisi görünmezdi. İkincisi atladıktan sonra ise Gorbaçov referandum getirmeyle ve bu referandumda privat kanun, Kafkas'ın Moldova'nın ve başka bir etekisi çıkardın. Referandumda tabii ki yok diye dayanabilirler bilirdi. Lakin evet dışarı Belarus'un da Atatürk Kazakistan'ın her demesini bırakma denemişti ve heka denirdi ki bu helerin içerisinde Gassal'ın ve Pribalka'nın Moldova'nın yok dözlerleri tedaşlı ve ittifak hakkında bir ha alacaktı. Ona göre adını biçir, bütün gözü esleri etraflı imperiyada olan bütün güllelere başa tarttı ki, gösterdim ki ben Atatürk rejime geçtikten sonra diktat rejimiyle ülkeyi belirtmeye başladıktan sonra, İslahatlar atladıktan sonra, belki Allah'ta Vilnius gırgınlarını, başka gırgınlar tereddüşten sonra da benim siyasi nüfuzum kifayet ederdi ve onun siyasi perspektifi bir hakimiyetin baksı olduğunu göstermeyle bütün Gölk dünyasını, dünyanın tüm gıgılarını arkasında durmaya sağlanırdı. Bilirsiz ki siyasi perspektifi olmayan hakimiyetlerde, devletlerde hemin devlete karşı siyasi malak ve iktisadi malak olunur. Onlarla gelecekte siyasi durumlu bir aktarışma, anlaşmalar yapılır. Buna göre de oturdu hedefi almakla birinci kesinlikle olan iktisadi yardımları berpa etmek, ikinci özünü siyasi perspektifi olan bir partilerin berqərar eləmək istəyirdi. Üçüncü ise ittifaktan bir hedefe davlattığın Gorbaçov, gelecekte her hansı bir istenin, her hansı bir halkın ayağa kalkıp öz müqəddəratını ölü həmletmək prensipini ileri təşkişdəysə, referandum məsələsində yadlanma qalır bildirəcəkdir ki, halk referanduma hədəyir, ittifakı qorunmasına qanaqdan çıxır, siz bir grup halk, bir grup işte ittifakın əleyhinəsiniz və hər hansı bir vaxtlar olursa olsun, mən düzəlməliyəm və bundan sonra onun tankları, blokları işə salması qanunlaşdırılmış olurdu. Nəhayət ki, 4-cü tərəf Azərbaycan hökumətiydi. Yönetmiş Azərbaycan hökumətində dövlət bariyində ordular dismisi olmakla her bir yerde kalmışlar hakimiyettediler ve onlar bütün hakimiyet Sovetler kalmışlara prinsipi demir olarak Azerbaycan'da hayata geçirdiler. Bunlar yine belirlediler ki referandumun getirilmesiyle, referandumda iştirak etmekle ve bir haşyetin ki orada her yer yok kağıdının olması o kadar vazit değildi. Bu cevabı her tarafta yok kağıdın almakla Azerbaycan hükümeti onsuz da referandumda iştirak edip ittifak dağıtımında olan demeli bir ittifak tarafında bir hal arabından sonra Azerbaycan hükümet ittifakının dağılımında kalırdı ve o bilirsiniz şimdi ki Azerbaycan hükümetinin halka sevkiyede yoktur, onlar mahkumaya sevkiyedirler. Ve bununla onlar hakimiyet müddetlerini uzatmaya dair olurlar. Çok təəssüflər oldu ki, hayatlar hele de başa düşmək istəmirlər ki, onların o uşaqları sabah bir gün kâfirlər ola bilməyəcəkdir və bu gün boynuna sudulan yapılmış bir zənciri getirdiği buxar sabah o zənciri onun toprağının boyuna getirecəkdir ve bu zəncir uzun müddət bize fazlın boyutta qala bilər. Deməli, referenduma bir neçə tərəfdən münasibətlər var idi. Ve biz Azerbaycan parlamasında, o şərəfsiz parlamada, mən özüm de orada, o parlamanın olmakta bakmıyorum, ona bakmak verebilmirəm. Orada bu nəticə alınandan sonra biz istədik ki, Naxçıvan Muxtar Respublikasının özünün 6 saat olan bir devlet kurumu kimi Naxçıvan Muxtar Respublikasında biz referendumun aleyhine halksa, deməli, propagandana ayrılmaq ve Naxçıvan Muxtar Respublikasında öldüğün kifayet kadar hücumlara verilmiş ki referenduma girməsin. İndi vaxtda kifayet kadar bizim Naxçıvan deputatlarından, heyət üzvlərindən məlumat verəcəklər. Bilirsiniz ki, Naxçıvan Adı Məclisinin çok təəssüflər olsun ki, deputatlarımızın oradaki forum təşkil bilərekdən forumlanmamasını yarattıkları ki, Naxçıvan Adı Məclisi istədiyimiz olan nəticəni əldə edə bilmədi və o məlumu vermədi. Ancaq deyim ki, Naxçıvan Muxtar Respublikasının Adı Məclisinin özünün kifayət qədər imkanları var idi ki, o bir sevk aldıktan sonra qat müqaviləsini başqa beynəlxalq takipçilərində əsas tutaraq bildirsin ki, Naxçıvan Muxtar Respublikası İttifaq daxilə heç vaxt daxil olmur və bu ittifaqı referendumu keçirə bilməz. Təəssüflər olsun ki, bu həyata keçirirlər bilmədi və Naxçıvan Muxtar Respublikası Adı Məclisində
komünist deputatlar iştirak etmediğinden baş tutmalı. Buna göre de şimdi bildiğimiz gibi biz dolar bir vaziyette kaldı ve referandumun, oyuncak bir referandumun çekilmesi tatbik oldu. Referandumun çekilmesi Ordubad'da da tatbik olundu ve bildiğiniz gibi Ordubad'da referandumun çekilmesi hakkında Ordubad Top Deputatları Meclisi'nin kararı verdi ve bu referandumun çekilmesi geri sağladı. Gençler olsun ki Ordubad'da Rayon Partiya Komitəsinin iştiraki və tələbi ilə yerlərdə saha müvəkkillərini, saha rəislərinin iştirakı ilə təyyarı referendum keçirmə deməli tətbiq olundu və bu referendumda xalqın nə qədər istəsin hər yox deməyə aydın deyil və bütövlüklərcə bu aksiyonluğu çox anlaşılmaz bir aktaydı. Və xalqın bir-birinə qarşı qoymaq rayonda siyasi tabikliyi olmak kimi kıymetlendirmekten başka, ona başka kıymet vermek olmazdı. Bu günleri Ordubad'da yaranmış iktisadi ve sosyal meselelerin halli, siyasi ve diğer ele bir yaşama sakıttı ki, Azerbaycan kavgının bir hissesi olan, özdeğinden bir hissesi olan Ordubad kavgına böyle ihtiyaç var ki, siyasi sabitliğin korunması için o şayet kadar ön çömeğini göstersin ve imkan dahilinde bütün sabitçi müsaitte konup saklanmasına kömək elədi. Bilirsiniz ki, Ordubad'da demokratik qüvvədə çok böyük tədinmişlə sizlər demokratik bir grup təşkil etdi. Bütövlükdə imperiya vaxtında, imperiya vaxtında bütövlükdə gələn tərəccül vaxtında Ordubad'da da hakimiyyətdə demokratik qüvvələrlə əməl nəzərində çatdırım ki, Ordubad Rayon Partiya Komitəsinin birbaşa təşkil etdiyi və imzalar toplamakla Ordubad Ordubadının bu gün istifa verməsi məsələsi üçün imzalar toplanıyor. Bu da idarə etmə sistemi hakkındaki kararla Azerbaycan'ın parlamentinde əldə olunan kararda 124. 121. 4 11. bənddə göstərildiyi kimi Dağlıq Qarabağ Muxtar Vilayətində, Naxçıvan Muxtar Həttəsində şəhər və rayon və qəsəbə sovetlərinin prezident tarafından mütemadi olarak kanun konusu olarak da ifadesi altında kurulması salahiyetin verilmesi ki burada deniz etkilerim olduğuna ben de malumat vermeliyim ki bu hafta benim Şişir Adak'ta da el hayatında da verilmişti. Epeyce buna bu salahiyeti ayan mutlaka vermeyle onlar yerlerde istedikleri ve halsa sahipleri düşünürler olması prensibini əsas tuturlar və bu birbaşa bu gün Ordubadda imza toplanması indiki Ordubad hökumətlərə qarşı çıxışlarla olmaqını göstərir ki, Litvada getmiş olan proseslər Ordubadda təkrarlanması hazırlanır. Bu indi bizim toxunacağımız digər bir olacaqdır. Lakin referendum haqqında, referendumun Ali Məclisində, referendum haqqında Azərbaycan Ali Məclisində qəbul edilmiş qərar haqqında, bu qərara etiraz haqqında adlığını yakınlıklarda hükümetilerden dayandırmış, Azerbaycan Pakçafı Durma Bravo Şebası'dan eyyapınızı Azerbaycan'ın milletvekili İbrahim Çağrı'nı izah etsin, sonra biz başka mevzularda münasebetlerimizi bildirelim. Ve ben çok paylaşırım bu saygı sohbette ne bak yolunu çıkarırsanız biz bir yolumuzu saklayabiliriz. Yasal artık bizim milis reisler buradaydı, onlar hükümetten de itiraz edildiler. Ana milli tarafın burada olmasına istifade edip diyelim ki, Bayak Şehir Sovyeti'nin icraatlarının sədriyle danışmada da misinge ifade oldu ve ben ekledik burada. Buna göre de biz PKK'nın tutup bilgi edildi ve ben ifade ediyorum ki, burada da tabii ki saklanı ne oldu biz indi son arkasında deməli müvəffəqiyyətimizi İslam Kərimi danışana kadar aydınlattılar. Bir nökər dövlətə bir Allah'ın rəhmət eləsin, biz onun ruhuna hörmət alımatı olarak bir neçə dəqiqə sakit dayanabiliriz. Onu son vəziyyəyə rəsalından buna görə davranışım.
Muhtemelen beyler bugün bir delegasyada bir program tapmışıq ki, İngiltərədə də bir bəyətməni ibadə gedir. Lakin mən demək istəmirəm ki, Azərbaycanda olan bütün milislər belə düşünürlər. Və mən sizə deyim ki, bizi Parlament binasından gecə saat 4-də mən də orada Allah haqqında qoşulmuşdum. Təəssüflər olsun ki, azaltılar, dağıtıqın, belə olmalıdır. Biz orada gecə saat 4-də deməli, əllərimizi tutub, dayak qalanda orada bir nəfər hərbi deputata, bir nəfər milis, bir nəfər də hərbiçi göndərmişlər ki, mətbuat bərabər döyülsün. Mənim qoluma girən milislə ağlayın, rıyıq olduğunu deməliyəm. O deyir ki, mənə çox şərəfsiz bir işə göndəriblər siz, bizi bütün millət bütün buna yıqılıb. Hələ boydunuz və biz də sizi bozdun, tutub bayraq bərabər döyülmüşük. Və sizin bütün artıqlarını deyirəm, milislərə qarşı kütləvi xoşa gəlməmək bu gününüzdə aşılamayasınız. Bizi İdmanla beraber bir tartışma körməsinin nazirliğinin bir maşına koydu. Meymehaneye getirip koydular yolunda. Milisler bütün yol boyu, kasete de yazmışam sesini, onların danışıqını, bütün yol boyundaki hükümeti de söylediler, onlara bu şekilde ezberleyenlerdi. Ve bugün milise dahil olan üzvüler bizim aramızdan gelen yüzlerdir, onların 90% Ermenilerle mübarizler eşitliler, birlikte gelenler olurlar. Onların hesaplarında çok müterek adamlar kalıyor. Bugün eğer burada saatliğin bozulmasına meyil olarak da keçin başvurma alabilme, onlar bizim ırmaklarımızdır. Ve de geri gelmişim burada rayon hükümetinin nümayendeleri de vardı ve şehir hükümetinin de nümayendeleri vardı. Demokrasi ülkeler tarafından seçilikler uğrattı da onlardan da talep edildi ki onların kişilik dostluğunda vəziyyətləri çok yaxşı değil, onların yeri qəbdə düşməlidir. Onlar müəyyən məsələlərlə təmin olunmalıdır. Və nəhayət ki, söhbətimizin belə bir bakımda aparmalıyıq ki, qarşılıqlı anlaşma olsun, heç kim deməli ehtiyatları coşmamalıdır. Feminism məsələsində Naxçıvan Ali Məhkəmənin tutduğu mövqe bilirsiniz ki, çox qətiyyətsiz bir mövqe olur. Naxçıvanın siyasi mövqeyi elə qurulub ki, o üçüncü dövlətin protektoratına, yəni himayəsinə verilməməlidir. O Azərbaycan hökumətinin də himayəti bu şəkildə verilmişdir. Naxçıvan hökumətlərində kifayət qədər imkan var idi ki, referenduma girməsin. Ben Qarbaçov və Moskva niyə maraqlıydı ki, Naxçıvan referenduma girsin? 20 yanvar hadisələrinin baş verdiği vaxtlarda Naxçıvanda tabibliğin qorunmasını Abdəddin Cəlilov və onun tərəfdarları yoxadı, axşırdılar. Tutaq ki, Xalq Cəbhəsi biz də öz adımıza çıxırdıq ki, biz də özümüzü yaxşı aparadığımıza görə bu hadisələr baş vermədi. Əslində vəziyyət necədir? Əslində Naxçıvan iktidardan salınmış zonalı, orada heç bir dövlətin hərbi qoşunları ola bilməz. Və Naxçıvana hansıca hərbi müdaxilə uğradıqda mütləq Türkiyə və qaz müraciəti imzalayan tərəflər ora müdaxilə eləməlidirlər. Naxçıvana müdaxilə NATO blokunun SSR-yə qarşı çıxmasına gələcəkdə səbəb ola bilərdi. Türkiyənin əlaqəli olmağı. Buna görə Naxçıvanda sabitlik saxlanılır. Və Naxçıvan bugün Azərbaycanda hərəkatın aparıcı qüvvəsi olduğuna görə Naxçıvanı referenduma aparmaq istəyi Qarbaçovun görə lazım bilir ki, qət müqaviləti altında olsun və sorğu vasitəsilə Parizin indi məhkəmənin artıq vaxtları qəbul etməsi müddəası qoyularaktan gələcəkdə Naxçıvandan olmaqda cəmaatı etməyin mümkün olmasını qarşıya qoya bilsin. Və bütün bu argumentləri biz kifayət qədər tutarlı duyulmağımıza baxmayaraq, çok təəssüflər olsun ki, Naxçıvanda Ali Məclis bizi qəbul eləmədi, bizi başa düşmədi. Bizim də rayon deputatlarının bu əksəriyyəti demokratik deməli hərəkatdan getmişlərdi və demokratik hərəkatdan olurlarsa, onlar da sesiyada iştirak etməməklə sesiyanın sonunda formulu olmamasına, keçirilməməsinə nail oldular. Naxçıvanda hadisələrin geçişi haqqında mən istəyirəm ki, sizə bir neçə kəlmə qısa da olsa Vahid bəy Naxçıvan Ali Məclisinin deputatı biraz araşdırırsın.